Salam dostlar, bugün mən sual-cavab videosu edirəm. Mən əslində qalsa bunu 2K abunə olduğuma görə eləməliydim, amma kanalın birliyi olduğuna görə də edirəm. Çox vaxt itirmədən suallarımıza keçək. Birinci sual: hansı ideolojiyaya mənsubsan? Cavab: mən heç bir ideolojiyaya mənsub deyiləm. İkinci sual: mənim haqqıma nə düşünürsən? Yaxşı və mehriban insan olduğunu. Sonra neçə yaşım var? Bilirdim ki, bu sualı kimsə verəcək. 13 yaşım var, amma yaşımı deməkdən mən utandım. Özüm aslı deyil. Üçüncü sual: mappingə necə başladım? Mən əvvəllər 2-ci Dünya müharibəsi videolarına baxırdım. Sonra mapping videolarına baxmağa keçdim. Sonra da kanalımı açdım. Və belə kanalımı yavaş-yavaş yüksəltdim və bu zirvəyə çatdım. Qusunun var yoxunu söyləmək istəyərdin heç? Qəribə sualdır. Əvvəllər düşmən olan vaxtlar söyləmək istəyərdim. Amma indi dostluq deyə yox. Qısa cavab yox. YouTube'a nə üçün başladım? Mən əvvəllər Finance Freddy's adlı oyun var idi, ona baxırdım və onun sonradan neçə illər əvvəl idi, kanalını açdım. Gördüm kanalın abunəsi artmır, kanalımı bağladım. Və ondan sonra sualda üzünü haçan göstərirsən? Heç vaxt. Sadəcə qısa cavab, heç vaxt. Utandım.